bax bu şəkildə olan Şahverdiyev Namiki və onun qardaşı Natiqi axtarıram. Onlar məni saliblər bəliyə, onlar mənim haqqımı yeyib, torpağımı əlimdən alıb, indi deyirlər ki, mən pulumu verib torpağımı almışam. Bu torpaq mənim torpağımdır. 27 sot yarım torpağımı əlimdən alıb, 58 min də pulumu alıb, 1 milyon 300 minə yaxın mənim bu torpağa görə borcum var. O adam məni alladıb, məni bütün qoyub dostlarıma, qohumlarıma, hamısının borc xərcində itib batıram. Mübahisəli torpaq məsələsini həll etmək istəyi müsahibim Ağabala Mircəfərova nə az, nə çox, düz 1 milyon 300 min manata başa gəlib. Bu azmış kimi sənədli sübutlu 27 sot yarım torpaq sahəsini də əlindən alıblar. Baş verənlər Binəqədi rayonu 9-cu mikrorayon adlanan ərazidə yerləşən bu başı bəlalı sahəyə görədir. Problemin təəccüb doğuran məqamları sadaladıqlarımla yekunlaşmır. Bir qədər sonra həmin məqamlara bir-bir toxunacam. İndi isə qaydaq lap əvvələ, problemin başladığı nöqtəyə. Bu torpaq sahəsi Ağabala Mircəfərova borc qarşılığında, amma qanuni qaydada verilib. Yəni, ərazi Ağabala Mircəfərovun sənədli, çıxarışlı, halalca torpağı olub. Lakin bu torpaqdan xeyir görmək ona nəsib olmayıb. Torpaqla bağlı ilk problem elə qonşuluqda yaşayan Əli Baltalı bir qonşunun meydana çıxmağı olub. Müsahibim həmin adamın əlindən nə bura yerləşə bilib, nə də torpağı sata bilib. Bu zaman bir dostu deyib ki, Namiq adlı bir tanışım var, əli qolu da necə lazımdır uzundur. Bu məsələni həll etsə elə Namiq edər. Bununla da Ağabala Mircəfərov, Namiq Şahverdiyev və bir neçə ortaq tanış başlarına daha böyük problem gələcəyindən xəbərsiz bir masa ətrafına yığışıblar. Nə olubsa bundan sonra olub. Oturduq, tanışdıq. Dedi ki, mən buranı həll eləyərəm 3 aya. Dedim, nə cür həll eləyəsən? Dedi ki, mənim ağsaqqalım var. Mən gedib ona deyəcəm. Amma dedim, şərtin nədir? Dedi ki, siz onu keçirməlisiniz mənim adıma. Mən ağsaqqala göstərməliyəm ki, bu torpaq mənimdir. Dedi, mənim adım olmasa, o deyəcək ki, sən burada makredi edirsən. Biz də getdik, onun qardaşının Texnika Bankı müdürü idi, Yasamal filialına. Getdik orada alqı-satqı elədik o adamın adına. Pul almamışıq, formal alqı-satqı eləmişik. Bəli, qol çəkmişəm hər bir şeyə. Problemin dırnaqarası həlli yolunda nə qədər pul lazım olubsa, Ağabala Mircəfərov oradan-buradan tapıb, gətirib verib. Beləliklə, torpağın dəyərinin üzərinə daha 58 min manat əlavə olunub. Üstəlik, digər xərclərə görə Ağabala Mircəfərov bir dostundan 600 min, digər tanışından 60 min deyə-deyə borcuna borc qatıb. Dolayısı yolla ətrafındakı həmin şəxsləri də zərər çəkən vəziyyətinə salıb. 64 min manat borc aldı ki, siz narahat olun kamil, narahat olun, satılsın, sənin pulunu verəcəm. Bunun şahidi, yəni bu insana gedib üstünə gedib nəsə deyə bilmirik. Bizdən də aldığı əlavə pullar vardı, o nəsə sənəddə zatda ki, biz də kömək elədik ki, tabi bu insan kömək çıxsın da buradan. Bizə dedi ki, gedib yeyib içirdim sizin pulunuza. Qaytarmam, get əlin hara yuxarıda ora qoy. Mübahisəli məsələ idi. Seyid də mənə ağız açdı, pul istədi. Mən də pul verdim. İndi heç cür Seyiddən pulumu ala bilmirəm. Gələk bu torpaq məsələsi həll olunsun ki, mənim pulum geri qayıtsın. 10 ildir bu işin içindəyəm ki, Namiq bunu aldadıbdır. Şikayətçinin sözlərinə görə başına gətirilən oyunlar ən xırda detallarına qədər hesablanıb. Namiq adlı şəxs mülk sahibi Ağabala kişini keçmiş Texnika Bankın Yasamal filialına aparıb, formal alqı-satqı işini məhz orada həll edib. Çünki həmin filialın müdürü Namiq Şahverdiyevin qardaşı Natiq Şahverdiyev olub. Yəni şikayətçinin iddiasına görə Natiq və Namiq qardaşları mütəşəkkil formada onu tora düşürüblər. Məsələni dolaşığa salan məqam ondadır ki, Ağabala Mircəfərov bu torpağı Natiq Şahverdiyevə 1 milyon 500 min manata satdığını sənəd üzərində öz imzası ilə təsdiqləyib. Təbii ki, səsləndirdiyim məbləğ elə kağız üzərində yazı olaraq qalıb. Ən azından müsahibim qarşı tərəfdən 1 manat belə ödəniş almadığını, tam əksinə bir ucdan ona pul verdiyini iddia edir. Söhbət zamanı o da məlum oldu ki, bütün bunlar baş verən zaman Ağabala Mircəfərovun yanında 7 şahidi olub. Elə hazırda məsələnin ədalətli şəkildə həlli üçün həm Ağabala Mircəfərovun, həm də digər zərər çəkənlərin ümidi həmin 7 şahidin dinləndirilməsinə qalıb. Bu dolandırıcı bilmir ki, bir yerdə səhv eləyib. Çünki bunun yanında şahidi olub, canlı şahid. Bu işin içində iştirak edən şahidlər. Bu işin içində olan real şahidlər dindirilsin.
10 ilə yaxındır həllini tapmayan məsələni bir də qarşı tərəfdən, yəni Namiq Şahverdiyevdən xəbər almaq istədik. Yeri yurdu məlum olmadığı üçün onunla telefon vasitəsilə əlaqə saxlamağa çalışdıq. Açığı bunun üçün günlərlə cəhd etsək də təəssüf ki, istəyimizə nail ola bilmədik. Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Xahiş edirik, biraz sonra zəng edəsiniz. Maraqlıdır, belə vəziyyətdə Ağabala Mircəfərov nə etməlidir? Bu barədə Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, müraciətimizdən dərhal sonra vətəndaş Ağabala Mircəfərov şikayəti üzrə polis orqanına dəvət edilib. Araşdırmalarla məsələnin mülki xarakterli olması müəyyən edildiyindən məhkəməyə müraciət etməsi tövsiyə olunub. Qısaca belə görünür ki, problemin ədalətli şəkildə həll olunması ölkənin ən ali orqanı məhkəmə müstəvisində mümkündür. Zeynəb Rövşənqızı, Eldəniz Əhmədov, Real TV.